Salam, bugün kompüterin parametrinə necə baxa biləcəyimizi göstərmək istərdik. Hərdən bizim istifadə etdiyimiz kompüterin gücünü bilmək üçün soruşurlar kompüterinizin prosesoru nədir, RAM-ı, video kartası neçəlikdir və s. Və yaxud da özümüz də hər hansı bir kompüterin parametrini, yəni gücünü bilmək istəyirik. Kompüterin parametrini göstərmək üçün xüsusi proqramlar var ki, kompüterimizə yüklədikdən sonra kompüterimizin parametrləri haqqında ətraflı məlumat əldə etmək olur. Lakin biz bugün əlavə proqram yükləmədən Windows əməliyyat sisteminin özündə kompüterimizin əsas parametrlərini necə baxa biləcəyimizi göstərmək istərdik. Bunun üçün push panelinə daxil oluruq və kompüter yazılan sətrin üzərində mausun sağ düyməsini vururuq. Açılan menyudan sonuncu olan Svojstva sətrini seçirik. Belə bir pəncərə açılır. Bu hissədə bizim əməliyyat sisteminin adı və növü göstərilir. Hal-hazırda bizdə Windows 7 maksimal versiyası yüklənib. Prosesor sətrində CPU, yəni prosesorun markası və gücü göstərilir. Bildiyiniz kimi prosesor kompüterin beyni sayılır. Onun üçün kompüterin sürətli və ya zəif işləməsinin ən vacib göstəricisi elə prosesorun gücüdür. Ustanovlenная pamet sətrində RAM, yəni əməli yaddaşın həcmi göstərilir. Hal-hazırda bizdə 6 GB-dır. Çip sistemi sətrində əməliyyat sistemimizin hansı platformaya aid olduğunu görə bilərik. 32 bitlik yoxsa 64 bitlik. X düyməsini vurub bu pəncərəni bağlayırıq. Kompüterin parametrinə baxmağın digər bir yolunu göstərmək istərdik. Push panelini açırıq və axtarış hissəsində DXDiag yazırıq. Enter düyməsinə basırıq. Belə bir DirectX adlanan pəncərə açılacaq və burada kompüterimizin parametrlərini görə bilərik. Tekushya data время sətrində kompüterimizin tarixi və saatı göstərilib. İmya kompüterə sətrində kompüterimizin adı göstərilib. Operatsiyon sistema sətrində kompüterə qurulu olan əməliyyat sisteminin adı və növü göstərilir. Yazıq sətrində əməliyyat sistemimizin hansı dildə olduğu göstərilir və yaxud da ingilis dilindən hansı dilə tərcümə olunduğu göstərilir. İzgotavitel kompüterə sətrində kompüter istehsal edən şirkətin adı göstərilir. Model kompüterə sətrində kompüterimizin modeli, markası göstərilir. Əgər parametrlərinə baxdığımız kompüter notebook deyilsə, onda bu hissədə birinci Materinka, yəni ana platanın istehsal edən şirkətin adı, altda isə ana platanın modeli göstərilir. BIOS sətrində kompüterimizin BIOS'un adı və neçənci versiya olduğu göstərilir. Prosesor sətrində prosesorumuzun markası və gücü göstərilir. Pamet sətrində isə RAM, yəni əməli yaddaşın həcmi göstərilir. Videokart haqqında məlumat əldə etmək üçün bu pəncərənin ekran adlanan bölməsinə keçirik və buradakı image sətrində videokartamızın adını, Всего pameti sətrində isə videokartamızın neçə megabayt olduğunu görə bilərik. Kompüterimizin parametrləri haqqında məlumatı mətn şəklində də yaddaşa vermək mümkündür. Bunun üçün buradakı Сохранить все сведения düyməsini seçirik və açılan pəncərədə məlumatı hara yaddaşa vermək istədiyimizi göstəririk. Biz buradan Rабочий stol seçərək sənəd iş ekranına yaddaşa vermək istədiyimizi göstəririk və Сохранить düyməsini vuraraq sənədi yaddaşa veririk. Bu pəncərəni bağlamaq üçün Выход düyməsini seçirik və yaxud da yuxarıdan X düyməsini basırıq. İş ekranında yaddaşa verdiyimiz sənədi açırıq. Gördüyünüz kimi burada kompüterimizin parametrləri haqqında ətraflı məlumat verilib. Hətta kompüterin qurğuları, bəzi driverlər, sərt disk və s. haqqında da əlavə məlumat verilib. Bununla da kompüterimizin parametrlərini necə öyrənə biləcəyimiz haqqında qısaca bu qədər.